Salam, hörmətli izləyicilər. Vətəndaşlar tez-tez sual verir ki, bəs mən pensiya alıram, işləyirəm, mənim pensiyamı edə bilərlərmi? Və yaxud sual verirlər ki, mənim sürücü vəsiqəm var, maşınım var, əriyim vəq oluna bilərmi, əriyi dəyəcəm? Hörmətli izləyicilər, mən hüquqşünas Zaur Seyidzadəyəm. Həm hüquqşünas kimi, həm əriyi arabasında olan şəxs kimi, həm əriyi təşkilatının rəhbəri kimi öz təcrübəmi sizinlə bölüşdürürəm ki, hansı halda sizin əriyiniz vəq oluna bilməz, hansı halda pensiyası vəq oluna bilməz və ya vəq oluna bilər. Pensiya və əriylik. Maraqlıdırsa video sonuna qədər baxın. Amma əvvəlcədən onu qeyd etmək istəyirəm ki, bu videonu demək 17 mart 2026-cı ildə hazır edirəm. Axır çərşənbəyə təsadüf edir. Əziz izləyicilər, sizin il axır çərşənbəniz mübarək olsun. Ən xoş arzularımı sizə çatdırıram. Və mövzuya keçən zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun. Daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda bununla mənə dəstək olmuş olursunuz. Hörmətli izləyicilər. YouTube mənə ödəniş eləməlidir, ona görə hər bir bəyənmə bir köpük dəyərində qiymətləndirir. Heç olmasa bu videoda 1000 bəyənmə yığar, 200 də abunə, hörmətli izləyicilər. Və bəyəni keçdim mövzuya. Qeyd edin ki, İnsanlar narahat olur ki, əriyinin vəq oluna mən sürücü vəsiqəm var. Əgər sürücü vəsiqəsi olan şəxslərə əriyyi vəq olunursa, onda siz mənə deyin görün, zəhmət olmasa. Belə deyək, Çernobıl əriyilərinə, Qarabağ əriyilərinə, Vətən müharibəsi əriyilərinə, Əfqanistan əriyilərinə və digər imtiyazlı kateqoriyadan olan əriyyi şəxslərə dövlət niyə avtomobil verir? Onda əriyyi vəq edərlər. Görürsünüz ki, edimi hədiyyə edir avtomobil. Əriyyi avtomobil belə deyək də, hörmətli izləyicilər. Bir məsələ bu. Digər məsələ ondan ibarət ki, pensiyana bağlı deyim ki, hörmətli izləyicilər. Əgər deyirsiniz ki, pensiya vəq oluna bilər, onda niyə qanunvericidə yazılıb ki, pensiya yaşını çatdınız, işləməyə başladınızsa 6 ildən bir hesablana bilər. Bunu nəzərə alın. Digər məsələ işləməklə bağlı onu deyim ki, əgər işləməyə görə əriyyi və yaxud pensiya vəq olunursa, hörmətli izləyicilər, onda dövlət özü əriyyi olan şəxsləri niyə özünə məşğulluq proqramı cəlb edir? Götürsün əriyyi vəqəsində, hörmətli izləyicilər, nəzərə alın. Və yaxşı, hansı halda əriyyi vəq oluna bilər, onu qeyd edəm. Misal üçün deyəm, o halda vəq oluna bilər ki, əridir, birinci qrup, ikinci qrup, üçüncü qrup, bu adam kompüterdə işləyə bilər. Mənim kimi məsəl üçün hüquqşünasa məsləhət verirəm, kompüterdə müəyyən işlər görər. Amma dövlət aşkar eləsə ki, bu adam fəhvə işləyir, daş daşıyır, təbii ki, burada əriyyin dərəcəsinin bəğvi belə mübahisə predmeti yaradır. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydalar. Yəni ki, bu baş verə bilər. Əgər yox, normal qaydalar, əgər yəni ona təyin olunmuş işlə işləyirsə, məsəl üçün kompüterdə və yaxud kabinet işində işləyirsə, burada problem ola bilməz. Baxın, qanunverici deyir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ekspert komissiyası var. Orada keçici əmək zəmanəti verir. Əmək zəmanəti onda nəyə görə verir? Verir ki, əriyyi olan şəxs işləsin də, hörmətli izləyicilər, nəzərə alın, əsas məsələdən biri budur. Və digər məsələdə qeyd edən videonu bəyənin, zəhmət olmasa və abunə olun. Digər məsələ ondan ibarətdir ki, hörmətli izləyicilər, əgər əriyyi olan şəxsən əriyyi dərəcəsi vəq olunursa, onda niyə qanunvericidə yazıb kvota iş yerləri? Kvota iş yerlərində belə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məşğulluq idarəsi göndərir əriyyi olan şəxslər. Bunu nəzərə almaq lazımdır. Belə bir halda əriyyi vəq oluna bilməz. Yəni ki, belə deyək də, yenə bir daha qeyd edəm. Əgər normal iş görürsə, o problemdir. Əgər gedib fəhvəyə edib daş daşıyırsa, əlbəttə bu mübahisə predmeti yaradır. Eyni zamanda onu qeyd edin ki, əriyyi sizə ömürlük veribsə, artıq bir il keçibsə, artıq onun mübahisə olma predmeti, yəni əsas yoxdur. Belə deyək də, hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydalar. Əsas məsələdən biri də budur. Əriyyi olan şəxslərə avtomobil verilməsi üçün, yəni söhbət gedir Çernobıl əriyilərinə, Vətən müharibəsi əriyilərinə, Qarabağda iştirak etmiş əriyilərinə, Əfqanistan əriyilərinə, yəni söhbət ondan gedir ki, hörmətli izləyicilər, Əmək və Əhalinin
Sosial Müdafiə Nazirliyinin Tibbi Ekspert Komissiyası baxır və həkimlər baxır və ki, bu avtomobil idarə edə bilər. Edə bilərsə, o halda hörmətli izləyicilər, yəni avtomobil verir, nəzərə alın. Hətta mən sizə deyim ki, əlilliyi olan şəxslərlə bağlı indi hal-hazırda bilmirəm, amma biz bundan qabaq bələdiyyədə avtomobil kursları var idi, yəni sürücü vəsiqəsi almasıdır. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələlərdən biri də budur. Digər şəxslərlə bağlı deyin ki, hansı ki öz avtomobili var, idarə edir, həmin şəxslər belə deyək, avtomobili idarə edə bilər. Amma onun taksi fəaliyyəti göstərə bilməz və yaxud yük daşıma xidməti göstərə bilməz. Əlilliyi olan şəxslərə bu qadağandır. Nəzərə alın. Əlil ancaq öz avtomobili ilə belə deyək, ailə üzvlərini harasa apara bilər, xəstəxanaya gedə bilər, bazara gedə bilər, gəzməyə gedə bilər. Yəni gündəlik ehtiyaclarını ödəyə bilər. Amma ki iş formasında işləyə bilməz. Nəzərə alın. Amma ki mənim sürücü vəsiqəm var, mənim əlilliklər olunca elə bir şey yoxdur. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Baxın, hörmətli izləyicilər, ətraflı izah edirəm, zəhmət olmasa videonu bəyənin, kanala abunə olun ki, daha çox şəxsin bu barədə məlumat olsun. Tutaq ki deyək, mənim kimi birinci qrup əlillisə, əlil arabasında belə deyək, oturur, əlil arabasının vasitəsini istifadə edirsə və hər gün belə deyək, əlil arabasını oturmağa kimsə kömək edirsə, təbii ki, bu sürücü vəsiqəsi ala bilməz. Şübhəli məqamdır. Və yaxud da əlilliyi olan şəxs var ki, belə deyək, böbrəyində çatışmayan cəhəti var, daxili orqanlarında çatışmazlığı var və yaxud da qan xəstəliyi var. Bu adam yəni sürücü vəsiqəsi ala bilər. Və yaxud da üzr istəyirəm, 2 gözü də görmürsə bu şəxsin, təbii ki, bu sürücü vəsiqəsi ala bilməz. Bu qanunsuzdur. Nəzərə al. Amma dediyim kimi, ürəyində, böbrəyində, hansı müəyyən səviyyədə belə deyək, xəstəliyi varsa, qan xəstəliyi varsa, bu adamlar ala bilər. Ona da yenə deyəm, tibbi komissiya müəyyən edir. Deməli, avtomobil növbəsində durması üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası müəyyən edir və adi vətəndaşlar sürücü vəsiqə alması üçünsə Dövlət Komissiyası müəyyən edir. Nəzərə alın. Hörmətli izləyicilər, əsas məsələdən biri budur. Hörmətli izləyicilər, dəfələrlə qeyd etmişəm, bir daha qeyd edən ki, kimin nəsə var olsa, qeyd olan telefon nömrəsindən WhatsApp-dan səsini göndərsin, zəhmət olmasa. Yəni başqa yerdə olan telefonu aça bilmirəm. Nəzərə alın. Və onu da qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün istər telefonla, istər əyani şəkildə hüquq məsləhətin verilməsi 10 manatdır. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qayda kanala abunə olun və mənə dəstək olun. Mən bütün əlilliyi olan şəxslərə müraciət edirəm, onların ailə üzvlərinə müraciət edirəm, pensionerlərə müraciət edirəm ki, mənə dəstək olun, videonu bəyənin. Bir daha sizi İraxın çərşənbə münasibətinə səmimi qəlbdən təbrik edirəm, can sağlığı, uzun ömür arzu edirəm, işlərinizdən müvəffəqiyyət arzu edirəm. Bilməm bu həftə video olmayacaq. Qarşıdan gələn Novruz bayramımızı təbrik edirəm, orucluq bayramını təbrik edirəm. Hörmətli izləyicilər, diqqətinizə görə sağ olun. Abunə olmağı unutmayın. Sağ olun.